Bugün dostlar, belə deyək də, təqribən eyni, oxşar mövzudur. Mən özümə borc bilirəm ki, bu barədə danışam və xalqımı uyaram, ehtiyatlı olmağa səsləyəm. Ki, Milana Hospital adlı bir hospital var Azərbaycanda, bu təhlükə mənbəyidir. Ora müraciət eləmək olmaz. Bir baxın, fikir verin. Deməli, Heydər Əliyev, o vaxtı məşhur çıxışı var idi. Heydərin deyildi ki, Ramur Subovla bağlı. Yazı gəlir. Deyildi, mən nə qədər sizdən şikayət edirlərsə, hətta mən kimisə cəzalandırmaq istəyirəmsə belə, hazırlaşıramsa belə, amma onu mükafatlandırıram, eləmirəm. Yazı gəlirmi? Mən kimisə çıxartmaq istəyirəmsə, onu heç kəs bilmir. Amma kimisə qəzetdə yazırlar ki, o çıxarılacaqdır. O bilsin ki, onun vəziyyəti daha da yaxşılaşır. Onu mən çıxartmayacağım. Əgər bir balaca doğrudan da o adama mənim iradımda olsa, o qəzetdə yazılana görə mən o iradı da bağışlayacağım ki. Onu hırslamağa görürsünüz dostlar. Bu demək istəyir ki, xalq mənim üçün itdi, nə qədər hürürsün. Bu da yazsınlar ki, əksinə deyim, mən ona qoruyacağım deyib. Bir bazı iradım varsa da, jurnalistlər kimin sözünü deyir, sənin sözü deyir. Xalqın sözünü deyir də jurnalistlər. Deyir, xalq nə hürürsün, səni deyir, səni deyir, məni deyir, bizi deyir, Azərbaycan xalqın deyir, Azərbaycan vətəndaşların deyir. Bunlar milli itlər, nə qədər hürürsün də mənim vezmə deyil, əksinə, mən deyir, o mükafatlandıracağım. Budur, bu əxlaq budur, bu Azərbaycan rejiminin siyasi əxlaqı görüşü budur. Qoy bu cürə yola getməsinlər. Bu mənim ümumi sözüm. Aydındırmı? Məsələ budur dostlar. Bu yanaşma bugün də olduğu kimi davam edir. Bu yanaşma bugün də olduğu kimi davam edir və indi də oğlu xalq kimdən daha çox narazıdır? Kim tənqid olunur, onları mükafatlandırır, onları tətir açılarında olduğu kimi onlara rütbə verir, vəzifə verir. Məqsəd aydın dəfələrini demişəm, millətin iradəsini sıfırlamaq. O müqavimət hissini tamamilə məhv eləmək. Xalqın özgüvən hissini aradan qaldırmaq. Bütün diktaturaların işi budur, İlham Əliyev də bunu eləyir. Siz yadınızdadırsa, biz bu Milana Hospitalın müdürü Xuraman Muradova adlı bir qadınla əlaqədar xeyli məlumatlar verdiysə faktlarla. Bunlar neynədilər? Bu rejim həmin əxlaqdır. Bu qadını hər gün reklam elədilər. Elə bir şey yaradırlar ki, sanki Azərbaycanda ziyan adına, şair adına, sənətkar adına bir dənə belə bir qadın var. Xuraman Muradova adlı. Özbəkistan, nə bilim, Asya İttifaqının üzvü, Türkiyənin medalını al, neynə? Bu dostlar, rejimin Azərbaycan xalqına qarşı tədbiq etdiyin əxlaqsız metoddur, onu biləsiniz. Cəmiyyətin xıltı, çirkabı, murdarçılığı qaldırılıb üzə, gətirib onu qoyular Azərbaycan xalqının rəhbər. Ki, sən busan, sən buna layiqsən, səni bunlar idarə eləməlidir. Cəmiyyətin xıltı, nə qədər da əxlaqsız, murdar insanlara qadının ikili fərq eləməz. Onları reklam eləyirlər, onları gündəmə gətirirlər, hər gün gündəmdə saxlayırlar, onlara vəzifə verirlər, mükafatlandırırlar və sənin qızını, qadınını ona oxşamağa məcbur eləyirlər. Ki, sən ondan örnək götürməlisən, ondan nümunə götürməlisən. Bugün bu mövzuda bir də qayıtmağa məcburuq, niyəsini deyəcəm. İzləyin. Ekranda gördüyünüz bu qadını siz yaxşı tanıyırsınız. Xuraman Muradova deyilən bu qadındır. Bu qadın deməli son vaxtlar İlham Əliyevə, nə bilim, mətinlər deməyinə, şeir yazmağa razadını belə reklam olunur. Və bunun bu geyimi, bunun bu görüntüsü sallatmasın. Bu hicab deyil, bunun da əksinə baxsan. O gözəl bir aktrisadır. O geyim kimi baxar ona. Mən kobud ifadə işlətmək istəmirəm. Bir çoxları
elə geyim altında gizlənməyə çalışırlar. Quran, din, Allah bir çox əxlaqsız insanlar üçün özünü qoruma metoduna çevrilib müasir dövrümüzdə. İlan Hospitalın sahibkarı Azərbaycan, Türkiyə, Özbəkistan Yazıçılar Birliyinin üzvü dəyərli Bu yaxında da bir Facebook'da status rast gəlmişdim. Bir bacımız yazırdı ki, mən ziyarlı adamam, ədəbiyyat həvəskarıyam. Azərbaycanda belə bir böyük sənətkarın olduğundan ilk dəfə xəbər tutmuşam. Özbəkistan, Türkiyə, nə bilim, nə Yazı İttifaqı. şairəmiz Xuraman xanım Muradovanın Baxın dostlar, bu budur. Bütün dələduzların istifadə etdiyi metod. Mən bilmirəm, bu qadın ümumiyyətlə İslam dini haqqında anlayışı var yoxsa yox. Gedib belə durasan, nə bilim, kitabı öpəsən, qoyasan, bunu video çəkdirəsən, reklam eləyəsən. Azərbaycanda din xadimləri bu barədə nə düşünür bilmirəm. Amma bu bir dələduz metodudur, mən istəyirəm biləsiniz. 20 dəqiqəlik bir materialımız var bugün. Onun üstündə bir mən sizinlə söhbət aparacağım. Və ən sonda biləcəksiniz ki, niyə bu mövzuya qayıtmışam. Bu çox vacib bir məsələdir. Buradan bir daha müraciət edirəm Azərbaycan qadınlarına. Bizi izləyin. Milan Hospitalına bağlı kimin nə problemi var, mənə müraciət edin. Mən sizə məhkəmələrə iddia ərizələrinizi yazmağa pulsuz yardım edəcəyəm. Yəni yazmağa kömək edəcəyəm. Hüquqi məsləhətlər verəcəyəm. Axıra qədər də işlərinizi aparacağım. Lütfən bugünkü verişimizi paylaşın, bəyənin ki, daha çox insan bilsin ki, nə baş verir, bu Milano Hospital nədir və bu qadın nəyə görə Azərbaycan hakimiyyəti tərəfindən bu qaydada reklam olunur. Dostlar, bu kadr sizə yəqin ki, tanış gəlirmi? Xuraman Muradovadan akademik, professor düzəldən kişi budur. Bu da həmin Xuraman Muradovadır. Bu kliplər qəhrəmanıdır, həkimdir, professordur, akademikdir, bilinmir. Bunun işi gücü... İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının sonuncu günü idi. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə baş tutan tədbirdə bir çox yazarlarla yanaşı Milan Hospitalın sahibkarı, xeyriyyətçi iş xanımı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xuraman Muradova da iştirak edirdi. Tədbirə dəvətli olan Xuraman Muradova Baxın dostlar, deməli Azərbaycanda sizlərin çoxunuzun tanıdığı o qədər talentli şairlər, sənətkarlar var ki, onların bir çoxu Yazıçılar İttifaqının üzvü deyil və dövlət qayğısından kənarda qalıb. Amma nədənsə hansısa bir güc tibb sahəsindən uzaq, normal təhsil olmayan, əxlaqi qüsurlu bu qadının, bunun bütün şəxsi həyatı ilə bağlı mənə geniş məlumat veriblər, demişdim mən sizə. Özü də, qızı da, murdar bir ailədir bu ailə. Bunu Azərbaycan xalqına, Azərbaycan qızlarına nümunə kimi sırayırlar. Qocayam, dözürəm. Cavan uşaq buna dözə bilməz. Əgər vəziyyət yaxşı olar, arvad koknada olar, şüşəbənddə. Bişirər, qoyar, yiyər, içər, yatar. Mən nə arvadam? Budur, Azərbaycan qadının real vəziyyəti budur. Niyə Azərbaycan qadını bu vəziyyətdir? Çünki bu Azərbaycanda əxlaqsızlara yol açılır. Tərbiyəsizlərə yol açılır. Dələduzlara imkan şərait yaradılır. Budur vəziyyət. 38 yaşda çöllərdəyim xalqın kişiləri ilə indiyəcə. Mən arvadam. Bəli, sən arvad deyilsən, mənim bacım anam. Arvad belə olur. 300 minlik maşında, arxasında müəyyən kişilər. Dostlar, Milan Hospital və bir çox hospitallar bugün Azərbaycanda çeşitli pulların yığılması ilə məşğuldurlar. Bu qadının xüsusilə Müdafiə Nazirliyində çox qəribə bir gizli əlaqələri var generallarla. Bu əlaqələrin altında hansı məqsədlər yatır, mən deyə bilmərəm. Bu araşdırılmalıdır və gec-tez araşdırılacaqdır. Baxın dostlar, öz şəxsi Facebook səhifəsində tərtər qatillərini xüsusilə reklam edən Xuraman nə yazırdı o vaxtı? Yazırdı ki, sizinlə qürur duyuruq. Azərbaycanın canlı əfsanə oğulları Mayız Bərxudarov.
Xanlar Vəliyev. Bu qadının arxasında duran, onu maliyyələşdirən, bu qadının da qarşılıqlı olaraq reklam edən adamlardır. İstəyirəm Azərbaycan xalqı ölkədə nə baş verdiğini bilsin. Sizinlə deyə qürur duyuruq. Azərbaycanımın canlı əfsanə oğulları, oğulları, böyük sərkərdələrimiz, generallarımız Mais və Hikmət. Sizcə bu təsadüfdürmü? Bu əlaqələr. Dostlar bir baxın, ekran diqqətlə bir şey verin. Bu kimdir? Xuraman Muradova bu günləri bəzi şəkillərin dili ilə danışacaq, amma hərdən özləri də danışacaqlar. Xuraman Muradova kimlə durub yan yana? Abid Qafarovu şərliyib, həbs elətdirən işverən vardı, Ceyhun Ağayev, işverənski. O ilə. Bu əlaqələr təsadüfi deyil. O bir işverən kimdir? Bu ekranda görürsünüz, üçü də işverəndir bunların. Üçü də. Bu Elvin Mahmudzadənin vaxtı ilə maliyyələşdirdi. Sonra aralarında nəsə pul verənmədilər, neynədilər, ayrıldılar. Ülfət Həsənov. Sağdakı o peysəri onu görürsünüz, baxın, fikir verin. Çox maraqlıdır ki, bu Xuraman Muradova Müdafiə Nazirliyi ilə sıx əlaqələr qurub, oradan buna nə bilim, fəxri fərmanlar, mükafatlar tez də verirlər. Və nəhayət dostlar, bir daha sizə xatırladım ki, mən o zaman bu qadın haqqında, Milan Hospital haqqında mənə məlumat göndərən bir yoldaşla söhbət edəndə diqqətimi bir şey cəlb elədi ki, dedi, bu qadını Oxford, nə bilim, akademiyasının professoru kimi bizə xalqa təqdim edirlər. Öyrənin, görün, indi İngiltərədəsiz siz. Oxford Universitetində bir adam varmı? Məndən xahiş elədi. Və mən araşdırma aparmağa başladım. Gördüm ki, Azərbaycanda bu Nəriman Həsənzadədir dostlar. Baxın, bütün dələduzların tədbiq etdiyi belə bir metod var. Məşhur adamların şəkil çəkdirərlər, onlarla bir söhbət olmağa çalışarlar, onları tədbirlərinə dəvət edirlər, onların tədbirlərinə dəvət olunmada geri soxularlar ki, onların vasitəsilə cəmiyyətdə etimad qazansınlar. Və bu Xuraman Muradova tək deyil, Xuraman Muradovanın qabaq nədir ki, Ramin idi, Hacılı, sonra Rasim Məmmədov, sonra Ata Abdullayev, o qədər bir dələduzları var ki, Azərbaycanda. Bu Xuraman da onlardan növbəti biridir, onların dişi variantıdır, amma çox qorxulu variantıdır. Bu hicab altında gizlənən, yediyən əxlaqsızlıqdır bu. Bunu ifşa eləməkdən başqa yolu yoxdur. Bu tanınmalıdır xalq bunu. Azərbaycan xalqında özünə azacıq hörmət varsa, bu Milano Hospitala müraciət eləməməlidir, onu boykot eləməlidir, getməməlidir öz təhlükəsizliyi istəyirsə. Baxın, Nəriman Həsənzadəni çağırırlar ki, ona güya Oxford Universitetinin professor adı verirlər. Ekranda gördüyünüz bu artistlər ki var, baş əmmaməri, dələduzun biridir, Belgiya dələduzdur, Avropada fəaliyyət göstərirdi. Onun sol tərəfində düz ortada duyan o ağsaçlı qadın isə Lada Litvinova, Ukraynalı olan başqa bir dələduz qadındır. Dostlar, bu adamların hamısı İngiltərədə axtarışdadır. Bunlar hamısı ifşa olunublar. Bunlar haqqında rəsmi məlumatlar yayılıb. İnsanlara xəbərdarlıq olunur ki, ehtiyatlı olun. Burada oxla göstərdiyim o iki adam var, o sağ tərəfdə. O Belgiyalı dələduzdur. Güya ki, bu bir Oxford Universitetində belə bir şey açıbdır. Adı ilə qoyurlar ki, misal üçün, kimsə belə bir müəssisə yarada bilər ki, Azər Freedom, nə bilim, nə? Bir dənə söz atır qabağına. İstər-istəməzsən onu baxan kimi Azər Freedom TV ilə onu sən qoşalaşdırırsan. Sənin yadına Qurban Məmmədli düşür. Azər Freedom ailəsi düşür. Azər Freedom TV düşür. Və sən əgər Azər Freedom TV-yə, Azər Freedom ailəsinə etimadın varsa, istər-istəməz qabağında, arxasında Azər Freedom yazılan, istənilən məhsiyə səndə etimad yaranır, inam yaranır. Bu həmin metoddan istifadə edirlər. Və dostlar, Xuraman Muradova özü öz səhifəsində görün nə yazıb. 2021-ci ilin 30 dekabrında. Bu günlər VIP Milan Hospitalımızın dəyərli sahibəsi Xuraman xanım Muradova İngiltərənin Oxford Akademiyasının fəxri professor adına layiq görüldü. Bu ad nəinki Milan Hospitalı kollektivi üçün
bütün Azərbaycan xalqımız üçün qürur verici bir haldır. Əziz və dəyərli rəhbərimiz, sizinlə qürur duyuruq, var olun. Hər zaman bizimlə olun. Dostlar, ekranda görürsünüz, bunu Xuraman Muradova özü yazıb öz Facebook səhifəsində. Mən aranızda savadlı adam kifayət qədərdir, soruşuram psixologlardan. Sizcə belə davranan bir adama, normal adam kimi baxmaq olarmı? Bir adam özü haqqında bunları yazır. Öz adı ilə, baxın, 30 dekabr 2021-ci ildə. Üçüncü şəxsin adından özün yazır, özünü reklam eləyir. Bu günlər VIP Milan Hospitalımızın dəyərli sahibəsi Xuraman xanım Muradova İngiltərənin Oxford Akademiyasının fəxri professor adına layiq görülür. Biz o vaxtı bu faktları araşdırdıq. Yazışdım mən burada Oxford Universiteti ilə. Aydın oldu ki, Oxford Universitetində ümumiyyətlə Xuraman adlı süpürgəti də olmayıb. Verin dostlar. Deməli, yenə yazır, Xuraman professor, xanım professor Xuraman Muradova Milan Hospitalın təsisi direktorudur. Sahibkar, iş adamı, Oxford Akademiyasının idarəçiliyi üzrə Business Lady fəxri professor adını layiq görmüşdür. Əziz vətəndaşlar, ölkə dələduzların, fahişələrin, əxlaqsızların, narkomanların, murdar adamların, zat kökü bilinməyənlərin caynağına verilib. İlham Əliyevin arvadı Azərbaycan xalqının başını bu metodla qatır. Dələduzları reklam eləməklə professor kimi Azərbaycan qadınında inam yaradırlar ki, ya bu professor özü haranın Oxfordun professorudur. Adamlar inanırlar. Baxın, bu da onun diplomu yayıbdır. Professor, akademik birliğin, Oxford'un ünvanına bir bakın. Birleşmiş Krallığın Oxford Birleşmiş Akademik Birliğinin fəxri professoru. Diqqətiniz deyil, mən sizə gözəl faktlar bunu təqdim edəcəyim. Bu sənədin yayır adam, sən də xəstəsən, baxırsan, görürsən ki, adam Oxford məşhurdur, tanıyırsan Oxford'u. Oxford tələbələri, ümumiyyətlə özü məşhurdur. Onun adını görən kimi istər-istəməz səni inam yaranır ki, gedim orada müalicəyə gedirsən və səni bədbəxt edirlər. Yüzlərlə Azərbaycan qadını məhz bu klinikada bədbəxt olunub. Onlar üzərində müxtəlif əməliyyatlar aparıb, onları ömürlük şikəst ediblər. Mənlə və fiziki olaraq. Benim gözüm qapağını əməliyyat ediblər, göz qapağı saxlamır. Benim bədənində bir qüsur olub, əməliyyat ediblər, yara sağalmır, illərdir. Murdar çox eybəcər ləkələr qoyub qadınların bədənində. Azərbaycan qadınının bədbaxtlığı hesabına dostlar, bu adam, bu Xuraman Muradova, bunun ətrafında bəzi əxlaqsız qadınlar özləri üçün kef dünyası yaradıblar. Və bunları da İlham Əliyev arvadı Azərbaycan xalqına yazıcı, şair, nə bilim, mecenat. Bir maraqlanan yoxdur ki, bunun bir zatın kökünü bir araşdırın, görün. Bu qadının ümumiyyətlə nəsil nəcəbəti yıxsan bir yerə bir 10 qəpiyə əmələ gələrmi ki, bu milyonlarla pul üzərində sahib ki, burada sərəncam verir. Hardan da pullar? Ümumiyyətlə araşdırmalıdır dostlar, bu araşdırılacaq geçdiniz. Milan Hospital, eləcə də bir çox hospitallar Azərbaycanda bəzi qumarxanalar kimi çeşitli pulların yoyulması məqsədi ilə fəaliyyət göstərir. İstəyirəm bunu hamı bilsin. Bəli, mafiyadır. Azərbaycan mafiya əlindədir. Deməli, 2017-ci ilin iyul ayıdır. The Times xəbər verir ki, Ukraynalı iş adamları Oxford Universitetinin adından istifadə etməklə milyonlarla pound dəyərində saxta mükafatlar və fəxri fərmanlar satır. Bunu yaddaşınıza yazın. Birazdan bu mövzuya bir də qayıdacağıq. Əziz vətəndaşlar, ekranda gördüyünüz bu adam Vincenzo Gostigliola, Belgiyalı bir dələduzdur. Güya bu yaradıbdır. Bir qeydə keçirib qeydiyyatdan bu şeydə, Oxfordda
Birləşmiş Krallıqda burada müəssisə qeydiyyatdan keçirmək 2 dəqiqəlik şeydir. Girirsən burada kompüter top yazdın, atdır 15 dəqiqəyə köçün qeydiyyatdan məsələn. Əgər xatırınızdadırsa, biz də planlaşdırırdıq ki, nəvədən Sputnik açağı nə edək? Ona görə qoşqara mən tapşırdım ki, burada Adar Freedom TV-ni bir hüquqi şəxsimi keçirə qeydiyyatdan 15 dəqiqə çəkdi. Qışqı yazdı, pozdu, atdı ora, keçdi qeydiyyatdan. Ona görə o Əli Kərimin küçüyü var ya Avropada. Cavanşir nədir gedən adı? Və o yazırdı ki, Qurban Məmmədovun oğlu qoşquların adına firmalar var. Milyonlar fırladırlar şeydə, İngiltərədə. Keçdi qeydiyyatdan. Sonra da gördük ki, əməl gəlmədi, yardım olmadı, biz o şey görə bilməyəcəyik. Ya da bu ay 50 manat, 30 manat ora vergi verməyim deyə. Dedim, bala bağlı onu. Bağlayanda da yəni həmin o Cavanşir həsənədə nə zibildi Avropadakı. Getdi yazdı ki, Qurban Adar Freedomu bağlayıb aradan çıxır. Milyonları uğurluyub Qurban. Xəstə alçaq binamızın biridir. Hələ də bugünə qədər o elədiyi səhifə görə üzr istəməyib. Məndən yox, ən azı onu sayan, adam sayan insanlar da üzr istəməlidir ki, qanmamışam da valideynlərlə qələt edəmişəm ki, belə yalan yazmışam. Elə danışırlar, ağızlarına gələni döşürlər. Bu başqa bir mövzudur. Deməli, o zaman mən dedim, killə vələdi yetdi. Bu adam da Oxfordda belə bir universitet açıbdır, QYT açıb, adın qoyubdu Oxford Akademiklər Birliyi. Və dünyada başıboş insanlara, korrupsiyalaşmış ölkələrdəki məmurlara şey satır, ad satır, fəxri ad, fəxri fərman, mükafatlar. Bizim Azərbaycan xalqı qədər, bunu bir öz göstərməyimizdən bunu deməyə məcburam, biz o qədər cahilik ki, o qədər geri qalmış millətik ki, biz anlamırıq çox, başa düşməyik, çoxumuz beləyik. Təbii ki, aramızda bunu bilənlər var, başa düşənlər var, çox qabaqçı dünya görüşlü insanlar var, amma ümumilikdə Azərbaycan xalqı savadsızlığından, dünya görüşünün məhdudluğundan anlamır. Mahiyyətdə varmır ki, bu qadın özünü profesor elan edir. Bu haranı qutarıb, bu necə profesordur ki? Adamlar elmi adalmaq üçün illərlə kitabxanalarda, elmi müəssisələrdə beyin qaraldırırlar, baş sındırırlar, həyatlarını qurban verirlər. 10 illərlə işləyəndən sonra profesor adı alır, elmlər doktorun müzafirliyi edir. Birdən-birə bir əxlaqsız qadın çıxıb ortalığa, başına hicabı tağıb, Quranı öpə-öpə, özünün bir mələk obrazını yaratmaqla, deyir, mən akademikam, mən profesoram. Dostlar, ekranda gördüyünüz bu sənəd, həmin o Dədəduz Winchester'da nədir? Onun deməli, QHT-sinə müraciət eləyib, ad almaq üçün olan formadır. Burada yazır da, yuxarıda ayın tarixin adını, soyadını yazırsan, neyirsən? Diqqətlə xahiş edirəm, bu sonda, baxın, bura fikir verin. Bura görə nə yazılıb? Ən axırda deməli, blankdır bu, müraciət eləmə blankıdır. Blankın axırında yazır ki, standart akademik union membership fee makes 1,500 GBP. Deyir ki, akademik birliyinin üzvlüyünə standart rüsum məbləği 1500 pounddur. 1500 pound ver, 1500 pound ödə, standart. Ol, oranın üzvü, vəstonun. Və aşağıda müsidə görə nə yazır? Yazır ki, bu məbləğə başqa o konferansda keçirmə, görüşlər və s. şeylə daxil deyil ha. Bu 1500 yalnız üzvlük vəsiqəsi almaq üçündür. Yəni mən burada oturduğum, deyək ki, Londonda bir müəssisə atıram, adını qoyuram Professorlar Birliyi. Özümdə pinəçiliklə məşğulam. Məsələn, mən bu dəqiqə indi belə də veriliş hazır edirəm, nə edirəm, nə öz peşəmlə məşğulam, qoşunas kimi, nə bir elmi işlə məşğulam. Sadəcə olaraq hal-hazırda mən bir televiziya aparıcısı kimi sizin gördüyünüz fəaliyyət göstərirəm. Gedirəm bir dənə QHT keçirəm qeydiyyatdan, adını qoyuram London Professorlar Birliyi.
Əslən vətənlər, ay mənim Azərbaycan xalqım, sizcə mənim verdiyim hər hansı bir sənəd, hüquqi status sənə verə bilərmi? Və götürürəm sənə bir dənə kağız göndərirəm ki, sən 1500 ödə mənə, mən də sənə bir kağız verirəm ki, sən London Professorlar Birliyinin üzvüsən. Fəxri professor adı verdim sənə. Bu sənə professor eləyərmi? Hə? Soruşurum sizdən. Xahiş edirəm, hamı yazsın öz fikrini. Mən sənə dediyim qaydada buradan bir qeyri-hökumət təşkilatının adından bir məktub göndərsəm ki, sən bugündən alimsən. Sən alim olacaqsan. Hə? Ay adamlar, bu qədər fakt ortada olurlar. Hakimiyyət Milan Hospitalı bağlayıb dərhal 2 il bundan qabaq biz bunu o vaxt gündəmə gəlmişdik. Yoxlamalara başlamaq əvəzinə, əksinə Mehriban Əliyeva və İlham bu əxlaqsız qadını göstəriş verdilər ki, bunu təbliğ eləyin qurban acığına. Azərbaycan adını bunu təbliğ eləyin. Bunu eləyin Türkiyənin milli qəhrəmanı, Özbəkistanın nə bilim başlayıb da təbliğ eləməyə. Bunu elədilər Yaşlı İttifaqın üzvü. Dodaqlarını qabağa verə-verə təbliğ eləyirlər. Amma bir gün gələcək, mütləq Milan Hospitalda onun kimi fəaliyyət göstərən o çişli pulların yığılması məqsədi ilə istifadə olunan adamlar, onların fəaliyyəti araşdırılacaqdır, mütləq. 1500 pound ödə, o professor akademik. Sonra da gəl, Azərbaycan qadınlarının hərəsindən 3000, 5000, 10.000 ala-ala həm pullarını al, həm onları şəst elə, həm fizik olaraq, həm də mənəvi olaraq. Sonra o pulları, oradan qazanan pulları apar, bir hissəsini güya hansısa bir generala, güya sən xidmət göstərirsən, mən yardım edirsən, güya hansısa əskərə şey edirsən, müalicə edirsən, hələ bəlli olmaz ki, o klinikada ölən əskərlərin daxili orqanları hara gedib, hələ bu bilinmir. Neçə adam ölü burada bilinmir. Amma son vaxtlar baş verən bir hadisə məni məcburlədi ki, bir də bu mövzuya dönüm. Nədir o hadisə? Ne deyəcəm sizə? Dostlar, ekranda görürsünüz. Baxın, 1500 pound ödəyən hər bir adam həmin o QHT-nin üzvü olur. Oradan da professor olması barədə arayış alır. Və nəhayət dostlar, ekranda gördüyünüz bu İngilis dilli məzmunlu materialdır. Biz bunu beynəlxalq bilirsiniz, mütəşəkkil cinayətkarlığa, korrupsiya qarşı mübarizə aparan təşkilatlar var. Onların hesabatından mən götürmüşdüm. Onun da Azərbaycan dilində tərcüməsini çatdırıram. Diqqətən xahiş edirəm dinləyin. Mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsi. Organized Crime and Corruption Reporting Project. EBA və oxşar təşkilatlar haqqında xəbər verərək bildirmişdir ki, hər kəs müraciət edərsə, maraq göstərərsə və ödəniş etməyə razı olarsa, bir mükafat alır. Yəni, belə bir təşkilat vardı o vaxt. EBA. EBA adı belə idi. Bu beynəlxalq mütəşəkkil cinayətkarlıq və korrupsiya deməli hesabatı həmin o təşkilat haqqında yazıbdır ki, ora kim pul verirsə, ona mükafat şey göndərirlər. Bir mükafat alır pul müqabilində. 2015-ci ildə bir İndoneziya jurnalı EBA-nın egoist məmurlara mənasız təriflər satmaqda tənqid etmişdir. İfadələrə fikir verin dostlar, çox xahiş edirəm. Egoist məmurlara mənasız təriflər satmaqda. Azərbaycanda bu dəbdədir. Bir də baxırsan, gedirsən bir adamın ofisinə, arxasında qoy, qravatalarla, fəxri fərmanla, kağızlar doldurması bura. Görürsünüz belə şeylər, görəcəksiniz, bu Dəladuz Xuramanda da o şeylər var. Bəzi adamlar, mən bilmirəm, bundan nə ləzzət alır, bunun nə mənası var, mənə çatmır hələ də ki, hər hansı bir qəzet bir də baxsan gətirir, Azərbaycan dəbdir bu. Gətirir bir dənə iş adamından 50 manat, 100 manat tropayı alır, gələrmiş, biz səni seçmişik ilin iş adamı. Hansı meygiler, bu nədir, bu nə mükafatdır, bu nə adı, bu kağız nədir, bunun nə statusu var bilinmir. O da onu bəzi düzür asırdakı, mənə filan kəs seçibdir şeyə.
ilin nə bilim hüquqşünası, ilin vəkili, ilin hakimi, ilin iş adamı belə. Xüsusilə korrupsiya ilə məşhur olan ölkələrdən olan məmurlara. Baxın, xüsusilə korrupsiyadan məşhur olan məmurlar, bu da bir metoddur, Kuraman kimi. Özünün oradakı cinayətkar fəaliyyətini, bu da bizdə deyil, Özbəkistan belə, Qazaxıstan belə, Rusiya belə dəhşətdir. Harada korrupsiya var? Baxın, korrupsiya ilə məşğul olan məmurlar özlərinin cinayətkar fəaliyyətini gizlətmək üçün xaricdən alınan güya hər hansı fəxri ad mükafatla özlərinin əsl kimliklərini gizləyirlər. Çünki yerli adamların savadı yoxdur, cahillərə bizim millət kimi. Gedib baxıyor, asıblar oraya ki, Oxfordun professoru Xuraman Muradova. Bəh, bəh, bəh. Bu Oxfordun professorudur. Amma da fikirləşmir ki, bu ümumiyyətlə İngiltərəyə nə varsa vizark edir. Ay millət. Bir dəfə gədənin biri istəyir mənə söz eləsin ki, Georgia Universitetinin professorudur. Daha doğrusu üzrəyəm, Georgia Universitetini qutarıb. Danışın da adam, bir gün psixik xəstəliyi var, görən hiss edirəm və adam anormaldır, özünü inandırıb ki, Georgia Universitetinin müdavimidir, o da hüquq ilmlər doktorudur. Özünü belə inandırıb. Dedim bir yana xahiş edirəm, xarici pasportu bir baxım da. Dedi, neyəsən pasportu? Dedim, baxın, görmürəm, nə bu viza almışdın sən Amerikaya? Nə viza, ona viza ehtiyac yoxdur. Adam hələ qanmır ki, Amerikaya xaricə getməyin yolu nədir? Adam anlamır, özü başa düşmür. Deyir, nə viza, deyir, o Georgia'nı qutarmaq olsun, o universiteti. Viza almaq ehtiyac yoxdur ki. Deyir, məsələn, nətə oxuyubsan orada? 4 ildən deyir, 5 il oxumuşam orada. Orada harada qalırdın bala? Orada tələbə təxmanasında. Deyim, çox gözəl. Nə vaxt gedibsən sən oraya? Fikirləşdi, nə bilim, filan vaxt. Dedim, viz pasportu baxımda görün mənə. Sən viza nə vaxt alıbsan? Adam bilmir viza nədir. Deyir, oraya vizlan deyə oxumursan ki. Deyir, mən vız yoxu, viza, icazə. Sən gedibsən oraya, əgər gedibsənsə, sənə Amerikan burada səfirliyi viza verməlidir. Nə olursa və yoxlayım səni. Yəni, biz bu vəziyyətdəyik, dostlar. Bir dəfə mən sizə demişəm, Xalq Cəbhəsində o təşkil işlər üzrə müavin vəzifəsində olanda mənə bir gün gəlib dedilər ki, Kiprin prezidentin köməkçisi gəlib, səndən görüşmək istəyir. Dedim, gəlsin. Qapı açılan, onu görən kimi şübhələndim. Geyimindən, keçimindən, vid fasonundan belə. Gəldi, otobus bəyiz. Dedim ki, buyurun dedim, siz kim oldunuz? Dedi, mən Kipr Dektaşın köməkçisiyəm. Məni göndərib sizdən, Xalq Cəbhəsindən nə bilim, görüşəm neyiniyəm. Dedim, zəhmət olmasa, səlahiyyətinizi təsdiq edin, bir sənədi verin, baxın. Dedi, nə? Dedim, səlahiyyətinizi təsdiq edən sənədi verin, baxın ki, görüm, siz doğrudan da Kipr vətəndaşısınız, siz doğrudan da Dektaşın müavinisiz yoxsuyub və doğrudan da Dektaşın adından danışmaq səlahiyyətiniz varmı? Dik qalxdı ayağa. Öz istəyirəm, yəqin oteldə qalıb, gedim otelə baxım, gələrəm. Yetdi gəlmər bir də. Dektaşın köməkçisi yanladı. Bir başqası mənim yerim olsaydı, ay sıqa, xoş gəlmişsə, Dektaş, belə yaxşı işlər, nə lazım sənə? Biz beləyik, dostlar. Mən özüm də vaxt elə belə səhvlər buraxmışam. Demirəm, mən güya sizdən ağıllıyam, yox. Mən də həyatımda öyle səhvlər olub inanmışam adamlara. O şeylə fikir verməmişəm, dərinliğine varmamışam ki, bu şeyləri yoxlamaq lazımdır, bunu mütləq araşdırmaq lazımdır. Elə belə özünə hər profesor deyənə, profesor kimi qəbul etmək olmaz. Bu Xuraman Muradova da özüm belə bir dələduzlu ona, Azərbaycan xalqına sırayıbdır profesor kimi. Biz onu vaxt ifşa eləməliydik. İfşalatda qeyd olunurdu ki, ən azı 2 indonezyalı məmur 2013 və 2014-cü illərdə bu mənasız mükafatları alıb. İfadə fikir verirsiniz, mənasız mükafatları alıb.
Dostlar, bu ifadə mütəşəkkil cinayətkarlıq və korrupsiya hesabatı layihəsində yazılıb ha. Bu mənasız mükafatı. Yəni ki, hər hansı bir qeyri-hökumət təşkilatından, qəzetdən, kimdənsə aldığım kağız parçasının əgər bir hüquqi statusu yoxdursa, sənin üçün bir hüquq və vəzifə yaratmırsa, bu mənasız bir şeydir. Ay mənim əziz xalqım, ay insanlar, ay başınıza dönüm. Bu mənasız insanlar tərəfindən idarə olunmaqdan bezmədinizmi? Özünüzü təhqir olmuş, alçalmış hesab etmirsinizmi? Sizdə hissiyyat heç mi yoxdur? Xuraman Muradova bir dələduzdur. Onun ətrafındakı həkim adına fəaliyyət göstərənlər bir dələduzdur və cinayətkardılar. İndi mən sizə göstərəcəyim. 2017-ci ildə iki Malayziya Şurası İBAİ-də mükafat almaq səbəbi ilə tənqid olunmuşdur. Malayziyalı yerli hüquqşünas Məhəmməd Fərid Saad bu fəxri adların alınmasını saxta akademik dərəcələrin alınması ilə müqayisə etmişdir. Həmçinin 2017-ci ildə Çin mediası xəbər verirdi ki, Çin dövlətinə məxsus Longyuan Power Group 2011-ci ildə İBAİ-dən ən yaxşı müəssisə mükafatını almaq üçün pul ödəyib. South China Morning Post qəzetinin bildirdiyinə görə, yəni bu tip adamlar tək bizdə deyil, Xuraman tək bizdə deyil ki, Malayziyada var, Çində var, İndoneziyada var, hər yerdə belələri var. Bu fırıldaqçılıq Oxford Universitetinin adından istifadə edərək şirkətlərə saxta mükafatlar satmaqla həyata keçirilirdi. 2017-ci ilin iyul ayında The Times qəzeti xəbər verdi ki, Ukraynalı iş adamları milyonlarla fund sterling dəyərində saxta mükafatlar və fəxri adlar satmaq üçün Oxford Universitetinin akademik nüfuzundan istifadə edirlər. Xuraman Muradova da məhz bu qaydada professor adı alan saxta dırnaqarası adamlardan biridir. Dostlar, sizdən mən çox xahiş edirəm hamınızdan. Kim bu günə qədər Milan Hospitala müraciət edib, bura yazın. Ya sadəcə mən yazın. Aranızda Milan Hospitala müraciət edən olubsa, qohumlardan, qardaşlara maraqlanın. Kimlər ora müraciət edibsə, nə qədər pul ödəmişsinizsə, nəticə nə olub? Sizin hüququnuz var ki, verəsiniz məhkəməyə. Sizin hüququnuz var ki, bir həkim əgər, Milan Hospitala bir həkimi sənə əgər müalicə eləyib, effektli müalicə olmayıbsa, sən ziyan çəkmisənsə, sənin hüququn var ki, Milan Hospitalı, həkimi yox ha, Milan Hospital özünü verəsən məhkəməyə, o hospitalın işçisinin sənə vurduğu ziyanı məhkəmə qaydası ondan tələb eləyəsən. Nə qədər belə qadın olacaqsa Azərbaycanda, hamısına mən pulsuz yardım eləyəcəyəm. Dediyim ki, olan idarəsini yazacağam, məsləhət verəcəyəm, sübutların toplanmaq üçün nələr etmək lazım eləyəcəyik, lazım gələn mərhələdə də ali məhkəməyə lazım gəlsə də vəkil tutma məsələsində yardım eləyəcəyik ki, adamlar öz haqlarını bərpa edəsinlər. Ekranda gördüyünüz bu adam əzizən vətənlər, baxın, beynəlxalq dələduzluq budur. Beynəlxalq səviyyədə bu adam Xuramanı professor düzəldən, akademik eləyən, özü isə professor olmayan Vincenzo Costiliodadır. Bu adam Belqada yaşayır. Mən Belqadakı dostlarımızdan bir də xahiş elədim. Getdilər bunun tapdılar, ünvanı, hər şeyini. Gördülər ki, belə bir 3 mərtəbəli, bir 4 mərtəbəli binada yaşayır. Evinin bir otağını eləyibdi, xəstə qəbulu, bizdə Azərbaycanda olur belə. Məsələn, mən vəkillik fəaliyyəti göstərəndə evimin birinci mərtəbəsini 50 kvadrat desəm bir yeri eləmişdim, hüquq məsləhətxanası, orada adamları qəbul edirdim. Bu da öz evində, bəzi diş həkimləri olur, Bakıda evlərində qəbul edirlər. O formada belə bir adamdır, İtalyandır deyəsən, əsilliksə, bu dələduzun biridir bu adam. Bu dələduzdur. Bu eləyir, hər şeyin başına duran bu adamdır. Görün bu Milan Hospital necə təbliğ edir və nə məqsədinə? Görün nə deyir. The President of European Medical Association, I am happy. Güya bu Avropa nə bilim tip asosiasiyasının prezidentidir. Mən çox xoşbəxtəm ki, To have amongst our members the doctors from Azerbaijan and from the neighboring countries. mən deyir, Azərbaycandan və qonşu ölkələrdən olan
bizim de üzvlərin arasında olmaqdan özümü xoşbəxt hiss edirəm. Əlbəttə bədbəxt olur. O qədər pulun arasında hamı özünü xoşbəxt hiss edir. Dələduz. Baxın dostlar, bu adam deyir, mən çox xoşbəxtəm Xuramanla bir yerdə olduğuma görə və qonşu ölkələrin yığıbdır, müraciət edir güya. Bunun danışığından belə çıxır ki, bu videonun gününü düzəldiblər. Güya ki, haradasa bir konferans gedir. Deyir, mən I'm happy among doctors of Azərbaycan and neighbors country. Yəni, Azərbaycanlı olan həkimləri və qonşu ölkələrin həkimləri arasında olmaqdan özümü xoşbəxt hiss edirəm. Çünki orada Xuramandan başqa da kimlər varsa, o Allah halbuki elə deyil. Bu əsl dələduzluq metodudur. Arxasında Milan Hospitalın şəklini qoyubdur. Sadəcə onu reklam eləmək üçün nə qədər pul əlavə alıbdır Xuramandan, o pul da sənin ananın, bacının, mənim pulumdur. Sənin pulundur, qonşunun puludur. Pulu verirlər bu dələduza ki, bəs sən belə bir çıxıya göndər bizə. Biz bunu yayaq ki, bunu da yayan həmin dələduz Xuramanın özüdür. Mən oradan götürmüşəm. Bu Milan Hospitalın özünün saytında kanalına yayılan materialdır. Bu adamın dili ilə özdən bir reklam eləyirlər. We need to use the structures like the Milana Hospital in order to provide this kind of therapies. Mən təbii ki, onun bu çıxışının hamısını verməm, biz lazım olan bəzislərini verirəm ki, bu elə danışır burada ki, biz Milan Hospitalın tədbiq etdiyi güya müasir, nə bilim, müalicə metodları var, burada güya alimlər var, gəlib biz bundan istifadə edəcəyik. Avropadan olan adamları güya bu çağırır ki, gəlin Milan Hospital o qədər qabaqçıldır ki, Qurabamona o qədər yüksək burada həkimlər var ki, gəlin bir də öyrənək. It's no more accepted that people move from one country to another one when the resources are in the same country. This is my hope, this is my wish for the future. Adamlar bir ölkədən başqa ölkələrə gedirlər, neyirlər, mənim arzum budur ki, gələcəkdə And this is what really I wish for the Milano Hospital, the personnel, the doctors, and especially for the patient. Eşidirsiniz, Milan Hospitalın həkimlərinə, xəstələrinə bir kişinin oğlu arzulayır ki, bunlar da geçsinlər, gəlsinlər, neynəsinlər. Hətta çıxışında orada deyir ki, mən dəvət edirəm sizi, gəlin Milan Hospitalına müqavilə bağlayın əməkdaşlıq eləmək üçün. Əziz xalqımız, sizin hər birinizi Novruz bayramı münasibətilə səmimi qəlbdən Diqqətlə xahiş edim, qulaq asın, görün Xuraman Muradov özü necə təqdim edir. Milan Hospitalın sahibkarı, Oxford Akademiyasının professoru. Oxford Akademiyasının professoru. Əzizəm vətənlər. Təbii ki, sən bu çıxışı görəndə, o adın da altında yazılan o sözü eşidəndə, sevincə gedəsən ki, bu Oxfordda qutarıb, bu Oxford professoru, bu akademiyanın professoru Oxfordda. Bəs mən ona kimi getməliyəm ki? Ehtiyatda olun. Milan Hospital təhlükə mənbəyidir. Dələduzlar oylağıdır. İndi birazdan faktları görəcəksiniz. təbrik edirəm. Baxın. ARB kanalında dostlar, qadın danışır, özünü də təqdim edir, Oxford Akademiyasının professoru. Təbii ki, bu da ARB-nin günahı yoxdur. ARB neynəsin ki? Bu adam özü məsuliyyət daşıyır, özünü necə təqdim edir. Mən burada necə danışıramsa, mən ağzımdan çıxan sözə özüm məsuliyyət daşıyıram. Hər hansı bir kanalda mən müsahibə verəndə deyirəm ki, mən orada təqdim elə o şov, Qapaz Əhməd kimi doktor, professor, nə bilim nə. Bu dələduz 1 deyil, 2 deyil, 5 deyil ki, Azərbaycan bütövlükdə əxlaqsız fahişələrin dələduzdan əlinə can verir. Məsələ budur. Qadın özünü utanmadan, baxın, bu hicab hara, Quran öpmək hara, Azərbaycan xalqını, Azərbaycan qadınlarını belə həyasızcasına allatmaq hara ki, mən professoram. Necə başa düşdünüz? Ay müsəlmanlar, ay hicablı qadınlar, ay axuntular, ay məşədilər. Siz necə fikirləşirsiniz? Adam bilə-bilə ki, özü dələduzdur. Onun hicab, başına bağladığı şeyə hicab demək olar mı?
Onun Quran öpməyinə, böyle artist eləməyinə inanmaq olar mı? Adam özü qəst bilir ki, 100 var, bilir ki, dələduzdur özü. Profesör, ay kişilər, həkim olmaq üçün mənim qardaşım, sənin dostun, o birisinin övladı, mən bilən 7 il oxuyur tibbin universitetində, 7 il. 1 illə bilməm 2 il interna deyirlər orada. İnternatura keçir, gedir həkimlik təcrübəsi olmalıdır. Xaricdə isə ümumiyyətlə, məsələn, İsveçrədə həkim olmaq üçün 15 il, 20 il oxuyurlar. Orada İngiltərədə uzun müddət oxumalısan, işləməlisən ki, səni müstəqil həkimliyə buraxsınlar. Bu dağdan yemiş bu adam, bu dərədən çıxmış bu qadın, başına hicab bağlayıb, Quran öpə-öpə, dodaqlarını reklam eləyə gəlib orubdu klinika sahibə kişilər. Və Azərbaycan qadının evini yıxır. Adını o profesör, akademik. Fikir verin. Budur, reallıq bundan ibarətdir dostlar. Bu adam özünü rəsmi olaraq Oxfordun profesoru, akademiyanın profesoru kimi təqdim edir. Rəsmi altında yazıb, baxır görürsünüz. Fikir verin, xahiş edirəm, amma baxsın. Və bu da onun özünün şəxsən yaydığı, reklam elədiyi diplomdur. Birləşmiş Krallığın, nə bilim, akademik birliyinin, Oxford Akademik Birliyinin profesoru, fəxri profesoru. Baxın. Bu adam bunu özü yayır. Dələduzluğun boynuzu olmur ki. Bu dələduz budur. Xalqa allada. Baxın dostlar. Milan Hospitalinin sabiq əməkdaşı. Sonradan aydın olur ki, sən demə, bu da başqa məsələlərdə başı. Aynur Novruzova sosial şəbəkədəki hesabında özəl klinikanın rəhbəri Xuraman Muradovaya müraciət edib. Sabiq əməkdaşın müraciətinin məzmunundan görünür ki, tərəflər arasında hələlik bəlli olmayan mövzu ətrafında qalmaqal yaşanır. Gündəm xəbər az. Aynur Namazovanın məlum postunu olduğu kimi təqdim edir. Milano Hospitalının rəhbəri Xuraman Muradova, haqqımda danışdığınız yalan sözə görə məndən üzr istəmədiyiniz halda sizin və ailənizin haqqında bildiyim bütün həqiqəti publikaya və media əhlinə bəyan edəcəm. O sizin və ailənizin deyəndə bunun özünün və qızının əxlaq sayıya keçirməsi ilə bağlı bizim də ködə danışıb deyilibdir. Yəni çoxlu məlumatları var ki, bu qadın əslində baxsaz o hicabı da təhqir edib ələ salır, Quranı da təhqir edib ələ salır. Və dəhşət budur ki, Azərbaycan qadınların çoxu bilmədən bizim övladlarımız, bizim qohumlarımız, Azərbaycan qadınları özləri də bilmədən həyatlarını təhlükə atırlar. Buna dövlət şərait yaradır. Mehribandan əri. Mehriban Əliyeva ilə İlham Paşayeva şərait yaradır ki, Azərbaycan qadının həyatı belə əxlaqsız bir adamın həyatında təhlükə düşsün. Prokurorluq gedib bunu araşdırmaq, yoxlamaq, həbs eləmək əvəzinə. Bunu Yasda İttifaqının kül başına qoca çaftarlar var. O dabbaq varan mal kimi ağızlarının suyu axan bu qadını görəndə. Çingiz nə bilim nədir, Anar nədir. Kül sizin ziyalı başınıza, kül sizin yazısı başınıza ki, siz yazıcı deyib Xuramana aparıb qoymuşsunuz Azərbaycanda sözün əsl mənasında yazıcı olanlarının bir yan-yana. Və Azərbaycan dostlar, bugün ədəbiyyatını sən də Özbəkistanda və Türkiyədə Bəxtiyar Vahabzədən sonra təmsil eləyir Xuraman Muradova. Bəlkə də Məhəmməd Füzulidən sonra ən böyük şairimizdir Xuraman. Birazdan bunu desələr, dərsliklərə salsalar, şeirlərin zadları onun adından təəccüblənməyin. Çünki məhz bu metodla xalqı aşağılayıb alçaldırlar. Mənəviyyatını sındırırlar onun. Özünə olan inam, güvan əlindən alırlar ki, sən busan. Sənin qadının budur, sənin kişilərin budur, sənin əxlaqın budur. Ziyalı dediyim budur, bax. Gəlib bu qadına ələ verib, görəcəyiz ki, nələr eləyirlər, baxın. Ağzım torba deyil ki, büzəsiniz. Zəng və təhdidlərinizi özünüzə saxlayın. Əsl şikayət olunası mesaj qızınızın mənə yazdığı mesajdır. Və vurğulamaq istəyirəm ki, qızımın və mənim başıma bir iş gəlsə, bunu edən və etdirən Milano Hospital rəhbərliyi və ailəsi olacaqdır. Ya üzr istəyin, ya da üzr istəyin. Aynur Namazova. PS, bu bir xəbərdarlıqdır.
Dostlar, Xuraman Muradovanın şəklini siz görürsünüz. Kimdir onun yanında? Hikmət Mirzəyev. İster istemez hamıda bir sual yaranır ki, Hikmət Mirzəyev hara, bu dələduz qadın hara. Azərbaycan ordusunun generalı hara, indi pis yaxşı Hikmət Mirzəyevin haqqında hər halda Mahir Bərxudarov kimi, Hikmət Əslənov kimi, Zakir Həsənov kimi danışmırlar. Pis yaxşı hörməti var. Hikmət Mirzəyevlə bu qadının nə işi var? Əziz vətəndaşlar, bir şey istəyirəm hamınız biləsiniz. Dələduzların belə bir metodu var, bayaq dedim. Onlar həmişə çalışarlar ki, cəmiyyətdə tanınmış, hörmətli insanlarla bir çərçivəyə düşsünlər tez-tez. Bir də baxsan ki, toyda oturmursan, bir nəfər gəlir, misal üçün, Flora Kərimova, buradan da salam verirəm Flora xanımı, hər hansı bir toyda qonaqdır. Yəni, bir hörmət elədiyi adamların toyunda pulsuz pərəsiz biri ki, Flora xanım hədiyyə olaraq mahnı oxuyur. Bir də baxsan gəlir Flora xanım qucaqlayır ki, şəkil çəkdirəcəm səni. Flora xanım da sənətkardır, ona bir söz deyə bilmir. Adam içindir, deyə bilmir ki, rədd ol, murdarlama buraları. Tanımıram, fikirləşir ki, insandır da indi, ürək istəyir, çəkdirsin də. Çəkdirir, günlərin bir günü o şəkil haralardasa peyda olur. Və yaxud da Əbülfəz Elçivə ilə vaxtı ilə bəzi adamlar şəkil çəkdirirdilər, sonradan da onun qoyub üstündə istifadə edirdilər. Amma demişəm bir dəfə, Əbülfəz bəylə bir dəfə söhbət elədik. Dedim, bəy, mən səndən bir şəkilim var. Bir baxdıma dedi, yox. Deyir, çəkdirək. Dedim, yox, mən şəkil çəkdirmək istəmirəm. Sual verirəm, var, yox. Dedim, yoxdur. Əvvəl başa düşmədi. Dedim, bəy, mən iş adamıyam. Mən bu AXC-yə gələndə konkret iş görmək üçün gəlmişəm, qara iş görürəm. Gedirəm rayonlara, kətlərə, bütün restoran gəzirəm gedə gündüz ki, xalq cəbhəsinin özəklərini yaradaq. Harada problemləri ondan eləyək. Adımda var ki, gəlib səndən bir çərçivəyə düşsün. Səndən bir də şəkil çəkdirdi, götürən getdi və sıdalan günlərin bir günü o şəkildən istifadə edəcək ki, bax, göstərəcək kiməsə ki, bax, mən yaxınam. Eləcə də Heydər Əliyevlə, İlham Əliyevlə, prezidentlərlə. Ekranda gördüyünüz bu şəkili indi nəyə görəsə Hikmət Mirzəyev ya xəstələnib onu ora məsləhət görüblər, ora aparıblar, onu həmin klinikiyə. Aparıblar ora. Bu fürsəti də dələduz əldən verilməz heç vaxt. O oyundan bu şəkili çəkdirib. Niyə? Çünki desin ki, mən təkcə Mahir Bərxudarovla Xanlar Vəliyevin yaxın deyiləm ki, Hikmət Mirzəyevlə də dostam. Əgər mən pis qadın olsam, Hikmət Mirzəyev məndən şəkil çəkdirib, ekranda gördüyünüz bu fəxri fərmanla nədir, verərmi mənə? Xüsusi təyinatlı qüvvələr komandanlığı dostlar, Hikmət Mirzəyev Xuraman Muradovya fəxri fərman verir. Sual, niyə? Siz kimsiniz? Bu fəxri fərman nədir belə? Bayaq dediyim ki, bu mənasız mükafatlar ifadəsi var, bayaq o beynəlxalq sənətdə. Bu həmin şeydir. Dostlar, bu fəxri fərmanların heç bir hüquq yoxdur. Heç bir üstünlük də yaratmır insan üçün. Heç bir. Sadəcə dələduzların istifadə etdiyi metoddur bu. Ümumiyyətlə, Azərbaycan ordusunda bu məsələyə də baxılmalıdır və qəti qadağan edilməlidir ki, bu Müdafiə Nazirliyində baş qərargah rəisi vəzifəsində oturan Vəliyev tənədi biri var ha, Tərtər hadisələrin başlanğıcına Kərim Vəliyev, start verən adam. O, Tofiq Şahmuradova fəxri fərman verir. O da onun əlində bayraq ilə aparır. Mesela aşağı deyək ki, komandanlıqda istənilən adam onu göstərsə, əsməci onu tutacaq ki, bu kimdən yaxında bir, o adamdan fəxri fərman alıb. Bu da həmin şeydir, bu fəxri fərman da Xuraman tərəfindən göstərilir ona buna ki, Hikmət Mirzəyev mənə fəxri fərman verib. İndi mən buradan soruşuram hörmətli generalımızda Hikmət Mirzəyevdən. Sən bu qadının hansı xidmətlərinə görə ona bir kağızı vermirsən?
Bu kağızın ümumiyyətlə statusu nədir? Bu nə fərq fərmandır belə? Hərbi nizamnamə keçmə haqqında o əsasnamə var, nizamnamə var. Orada siz generalların belə fərq fərman paylamaq hüququ varmı? Bunu siz hansı qanun əsasında yaratmışsınız? Və Xuramanın ümumiyyətlə nə aidiyyatı var ki, günlərin orduya, ki günlərin bir gün bu sənə çıxsın ortalığa, bir general kimisə hürmətli gəlsin ki, bu dələdüz hara, sən general hara. Ona görə də mən buradan həm elə hörmətli generalımıza, həm də başqa vəzifəli şəxslərə məsləhət görərdim ki, belə şeydə ehtiyatlı olsunlar. Çox da belə əl-açıqlıq nümayiş etdirməsinlər. Çox ürək açıq olmasınlar ki, fərq fərman paylayım. Dostlar, yeri gəlmişkən deyim ki, Xuraman tək deyil bu ölkədə. Yəni bu qaydada beynəlxalq təşkilatlardan kağız alıb Azərbaycan daxilində özlərini reklam edən dələduzlardan biri də Yaşar İbadovdur. Bu Yaşar İbadov da həmin Gonzales nədirsə, ondan eynən o baxın, sərdalan adamdır. Bu adam da özünə həkim kimi təqdim edir Azərbaycanda. Mən bilmirəm, bunu tanıyan var. Baxın, şəkilə baxın. Həmin o Vincenzo Gonzigalo'dur nədir? Bu adam ona da həmin kağızdan verib. 1500 pound da bu ödəyib. 1500 manat bizim pulundan indi 3300-3400 manat edir. Ödəyirsən sən kağız verirsə onun professor. Getdi. Da orada o paşa qəbulundur, kimdir? Ay professor, nəm, göz həkim, bunlar hamısı boş şeylərdir. Əsl professor sənsən. Paşa qəbulunu professor olmaq üçün bütün həyatını qurban verir, gecə gündüz oxuyub əlləşib. Cücbələ ilə onu bilməm professor. Gədənin bir yerdə 3000 manat ödəyir, yəni kağıda ki, mən professoram. Bundan başqa Səriyad bir qadın da var, o da bu qaydada. Yəni Azərbaycana biləsiniz ki, Oxford Akademiklər Birliyi adından, professor adından bir necə dələduz var. Hamısı bir şey eləyəcək bir-bir. Bu adamlar gecə gündüz Azərbaycan xalqını aldatmaqla məşğuldurlar və baxın, dələduzun sonunda duran qadına bir baxın, başını bağlayan bu qadın var ha. Bu ən mahir dələduzların biri də budur. Xuramanı bu tanış eləyib, başqaları da bu tanış eləyib, mən də olan məlumata görə bu qadın vasitəsini eləyir həmin bu dələduzla. Azərbaycanda mənasız təriflər almaqda maraqlı olan dələduzlarla bu Avropadakı dələduz arasında vasitəsidir bu qadın. Adı Səriyədir, soyadı nədir? Bunları tanıyın. Tanıyın, tanıdın və unutmayın. Gençlər bunlar hamısı məsuliyyətə cəlb olunmalıdır ki, sən nə məqsədlə xalqa alladırsan, sənin təhsilin olmuyor, sən həkim olmuyor, sən necə tibbdə professorsan, sən kimsən sən? Xuramandan soruşan olmuyor ki, bu günə qədər. Bu Xuramanın ümumiyyətlə tibb təhsili var, yoxsa yox? Dostlar, ekrana gördüyünüz bu adam həmin o dələduzdur, Gonzales nədir və onu reklam edən kimdir? Lada Litvinova. Lada Litvinova adlı Ukraynalı dələduz bir başqa qadın elan verir. Deyir ki, mart ayının 18-dən 22-sinə qədər 2020-ci ildən söhbət gedir. VIP Milan Hospital və Vertebra tibb mərkəzində toplantı olacaq. Vertebra. Mən bilmirəm, ilk dəfə burada mən rastlaşdım. Sən demə Bakı şəhərində Vertebra adlı əziz vətənlər ayıq olun. Milan Hospital və bu Vertebra deyilən bu təşkilat, bunlar hamısı saxta klinikalardır. Bunlardan uzaq durun. Burada bir nəfər yazır ki, Rəşid müəllimin 80 yaşı var, hələ də dosent. Buradan da sağlanıyorum Rəşid müəllim. Rəşid müəllim necə olmalıdır ki? Deyil olmalıdır. Əslində baxsaq, Rəşid müəllim və onunki kimi Azərbaycan ziyalıları öz günahlarının nəticələrini yaşayırlar. Onlar vaxtında əgər belə adamlara etiraz edəsəydilər ki, bu necə professor, bu arada professor olur, bəs onda o professor olsa mən kiməm? Demədilər, əksinə çəpi çaldılar. Xuraman, nə bilim, güya həm bəstəkardır, şairdir, professordur, alimdir. Lomonosovun dişi variantı Azərbaycanda peyda olubdur. Hər şeyi bilir. Bir dəfə də olsun biz açıq demədi ki, biz saxlayın görək ona, bu cəmaatı niyə dolamızsa axı? Bu əxlaqsız adamları hardan tab gətirmişsiniz, zorla eləyirsiniz, həkim nə bilmə. Olmaz belə şeylər.
Diqqətlə izləyin dostlar. Deməli, Lada Litvinova o zaman elan verir. Baxın. Dear friends, we invite everyone involved in the world of medicine. Ki, Azərbaycan dilində bunun tərcüməsini belə yazır. Hörmətli dostlar, tibb aləmi ilə məşğul olan hər kəsi Avropa Tibb Assosiasiyasının beynəlxalq konferansının iştirakçılarına və spikerlərinə qoşulmağa dəvət edirik. Konferans 2020-ci ilin mart ayının 18-dən 22-sinə dək VIP Milano Hospital və Vertebra Tibb Mərkəzində keçiriləcək. 100% bu Vertebrada saxta deməli tibb mərkəzidir. Hansısa iri buynuzlu heyvanın Azərbaycan xalqından uğurladığı pulları yumaq üçün bir kirli pulların yuyma vasitəsidir. Siz Azərbaycanda tətbiq edilən, baxın, sağlamlığın təkmilləşdirilməsi sahəsində innovativ metodlarla tanış olacaq. Sən də Azərbaycanda tibb sahəsində elə innovativ metodlar var ki, Avropada gəlib bir də öyrənməlidirlər. Belə qabaqçıl səhiyyəniz varsa, onda Azərbaycan xalqı niyə Təbrizin, Ərdəbilin xəstəxanalarını axın eləyir? Sizin belə innovativ metodlarla müalicə edən həkimləriniz və klinikalarınız varsa, niyə özünüz gedirsiniz Avropaya, ora-bura, Türkiyə müalicə olunmağa, niyə? Bu dələduzluğun şah əsəridir, dostlar, baxın. Deyir, konferansda spiker kimi çıxışıda ustad dərsləri keçə, xurama buna ustadıdır. Əməkdaşlıq müqavilələri bağlaya biləcəksiniz. Görürsən, acaba hansı əməkdaşlıq müqavilələri bağlaya bilərsiniz? Sizə fikirləşdir, dostlar. Sizcə nə ilə müqavilə bağlaya bilərlər? Sonra mən çox belə şübhələnmişəm ki, orqanların nəqli ilə bağlı, orqan tədarükü ilə bağlı belə müqavilə bağlana bilər. Ki, bəli, bizdə deyək ki, bir həkim ölürsə, bir xəstə üzrə sistem ölürsə, onun daxili orqanlarını biz də göndərə bilərik. Pulunuzu verin, puluna minlər. Xuraman orada, hərbislər gəlib orada generallar, Mais orada, Hikmət orada, Xanlar Vəliyev orada. Nə qədər istəyirsiniz, göndərək bizə orqan. Bəli, belə bir müqavilə bağlaya bilərlər. Deyir, sizi zəngin və dinamik proqram, eləcə də əsl Qafqaz pərvəri gözləyir. Bunu da yayan həmin dələduz Ukraynalı qadındır ki, burada İngiltərədə axtarışdadır artıq. Dostlar, baxın, bu qadın dələduzluğun şah əsəridir bu Xuraman. Fikir verin. Bu başına bir əski bağlayıb, adın kənardan baxan axı bunu hicab kimi baxır. Bunu hicab kimi tanıyıb bu şeyimi. Sağlam olmaq üçün mütəxəssis həkimlərə müraciət etmək lazımdır. İşini sevən, hər kəsin sağlamlığı üçün sənətini sevərək çalışanlardan olan Milan Hospitalın kollektivi növbəti uğura imza atıb. Dostlar, diqqətən baxın. Deməli, dövlət səviyyəsində reklam gedir. Azərbaycan xalqını inandırırlar ki, mütəxəssislər burada işləyir, savad həkimlər işləyir. Gəlin, hətta Oxfordun, nə bilim, burada professoru var, baxın. Belə ki, Milan Hospitalın rəhbəri Xuraman Muradova İngiltərənin Oxford Akademik İttifaqının professor adına layiq görülüb və orden və medallarla təltif olunub. Təqdimat mərasimi Eşidirsiniz dostlar reklamı, orden və medallarla təltif olunub. Nərman Həsənzadə də deyəsən, bu. Qismində iştirak edən xalq şairi Nərman Həsənzadə gənc kollektivə daim sağlam düşüncə ilə insanlara sağlamlıq bəxş edən həkimlərimizə öz arzularını çatdırıb. Ben de sevilen bir Azerbaycanlı ki. Çok sevilen. Bizim Azerbaycan güzel. Dostlar, baxın, dövlətin gözü qabağında Azərbaycan xalqı rəsmən ələ salınır. Bir dələduz qadın, bir cinayətkarlıq yuvası reklam olunur. Fikir verin, xahiş edin. Baxın. Görmesene. Sən bu Nərmənli qoca kişidir, bunu çağırıb cibinə bəlli maq qoyublar, qucaqlayıb öpməliyiblər, kişi bədbəxt doldurub gedib ora. İnanın mənə, Nərmən Həsənzadə özü anlamır, qanmır ki, ora niyə gedib. Niyə o adamı reklam edilmə? Başa düşmür. Ona ki, qanmır deyirəm ki, bu yaşda, bu özünə şair deyən adam gedib bu məclisdə iştirak eləməməlidir. Bir də baxsan bizim tanıdığım, xalq arasında hörmət olan bir artist, aktyor, bir şair gedir elə tələduzların reklamında iştirak edir ki, Türkiyədə birisi də sonluqları bəzi qumar oyunları reklam elədiyinə görə bəzi aktyorları
Çağırdılar məhkəməyə. Mənim sevdiyim bir müğənni vardı orada. O adı yadımda çıxıb oğlan oxuyurdu. Apardı məhkəmə adam üz istədi dönəcək ki, mən bilməmişdim, səhv eləmişəm. Məndən istifadə ediblər. Qumar oyunlarını, internet üzərində qumar oyunları var, xalqalladılar. Sərdar Ortaç, çox eşq olsun. Eşq yadımda. Sərdar Ortaç. Mən onu çox sevə-sevə dinləyirdim onu. Odun dedi, səhv eləmişəm, qanmamışam da, mən bağışlı, mənə istifadə ediblər. İndi bu Nəriman Həsənzadə, bilmirəm, ölüdür, diridir. Bu adam bir anlayıb başa düşür ki, kimi reklam edir. Zaten qiymətdən ki. Axı, sənin bu hərəkətin var, mən inanıram, mənim sənə hörmətim var, Nəriman Həsənzadə. Sənə inanıram ki, bu həkimdir. Gedirəm onun, girirəm bıçağın altına. O da mənim məhv eləyir həyatımı. Sənə görə. Sən bu alçaqlıq eləməsən, yaramazlıq eləməsən, mən o qadınla varam, getmərəm onun klinikasına. Amma bunu eləyirlər. Dünyam adam davam edir. Baxın, bəlkə də Nəriman Həsənzadə özünü xoşbəxt hiss edir ki, bir qadının, cavan bir qadının boynu ondan cavandır da. Qadın cavan deyil. O kukla kimi özün bəzəməklə elə görsənir. Bəlkə də o Nəriman Həsənzadə özünü xoşbəxt sayır ki, bu qadının bir əlim dəydi o qadına. Bir dənə dəmir saldım onun boynuna, neynədim? Bədbəxt adamdır, yazıq adamdır. Neçə illərdir çalışırıq Milan Hospital olaraq. Nəhayət ki, artıq Allaha şükür, həmd olsun ki, nəinki Azərbaycanda, Azərbaycandan kənarda da sərhədləri aşaraq biz çox gözəl mənada tanınmışıq. Eşidirsiniz dostlar, qadın özü dili ilə reklam edir ki, biz uzun illərdir çalışırıq, sərhədləri aşmışıq. Şəxsən mən Azərbaycanda dostlar, sərhədləri aşan bir dənə də olsun klinika tanımıram, həkim tanımıram. Varsa deyin, tanıyaq. Əgər belə səviyyəli həkimlər olsaydı, adamlar getməzdi xaricə müalicəyə. Lütfən. Buna görə də bugün bunun nəticəsi olaraq Avropa Tibb Assosiasiyasının prezidenti Vinci. Avropa Tibb Assosiasiyası dostlar, bilirsiniz ki, sadəcə adı belədir. Məsələn, sən eşşəyinə at adı qoyuzdan da o at olmuyor. Eşşək eşşəkliyində qalır. Eşidirsiniz? At adı qoymaqla eşşək at olmur. Bunlar adını qoyub Avropa Tibb Assosiasiyası və həmin o dediyim, həmin o dələduzdur. Onu hamız o eləyir. Avropada oturub orada belə başboş onun puluyla yaşayan insanlar var hər ölkədə. Mafiya, nə bilim, korruptiyaya ölkələrdə sənə satırlar. Halbuki onun nə Avropa aidiyyatı var, nə tibbi aidiyyatı var. Mən bunu sübut eləmişəm, rəsmi sənədlərlə Yəni onun iştirakı ilə mənə Oxford Universiteti Akademiyasının professoru adı verilibdir. Eşidirsiniz? Oxford Universitetinin professoru. Biz ona bax bunu göndərdik həmin o adama, o dələduza. O qadın var onu reklam edən. Qadın dedi ki, biz ona birisi deməmişik. O demişdi ki, bir dənə sadəcə mənə təbrik eləmək üçün video göndərin. Biz onu göndərmişik. Biz ona sadəcə bir kağız eləmişik. Nə universitet, nə akademiyir, nə elə-belə kağızdır. Bu qadın isə özünü Azərbaycanda belə təqdim edir ki, mən Oxford Universitetinin professoruyam. Çox gözəl bir addır, çox sevincliyəm. Bugün bu sevincimi mən Milan... Siz yəqin bunun danışdığı bu sözlərdən başa düşürsünüz, onun səviyyəsində dərk edirsiniz. Çox gözəl bir addır. Bu adam elə qamrək professor adı, bu elmlə bağlı olan şeydir, bu elmi tituldur, bu elmi rütbədir, ad bu, Xuraman adı gözəl ola bilər, nə bilim, son adı gözəl ola bilər, Leyla gözəl ola bilər. Bu adam elə qamrək gözəlliyi bu şeyə, elmi dərəcəyə gözəllik sözü aid eləmək yoxsa, işlətmək yoxsa yox. Adamı Azərbaycanda şair kimi xalqa sırayırlar. Hətta Türkiyəndə fəth edib Özbəkistanı. Ailəsi ilə bərabər bölüşürəm, birlikdəyik. Yəni, mən bu gözəl günün, bu gözəl adın sevincini yaşayıram. Eyni zamanda sevincə qarışıbdır. Həm yeni il, həm dünya Azərbaycanlılarının həmrəyliyi günü, həm azadlığı altında işğal olmuş torpaqlarımızın azad olması
Yəni azadlıq altında biz bu günləri qarşılayırıq, bu gözəl günləri yaşayırıq. Bizə bu günləri yaşadan, bizə bu gözəllikləri yaşadan möhtərəm Müzəffər Ali Baş Komandanımıza, İlham Əliyev cənablarına, onun xanımı, gözəl xanım Mehriban xanıma. İşte dostlar, əsas budur ki, bu ölkədə sən Mehribana eləmə tərifdir, xadın, min, çap, tala. Əsas odur ki, Mehribana Bizim Müzəffər ordumuza, generallarından tutmuş sıravi əskərlərinə qədər hər birinə dərin təşəkkürümü bildirirəm. Bugün sözün həqiqi mənasında Milan Hospitalının tarixində tanıdınız bu adamı? Bu da Dəladuzdur. Dəladuz'u yüzme bir yeri. Bunu da söylemişler. Bu da güya. çox böyük tarixi gündür. Mən artıq Milan Hospitalı dünya səviyyəli bir hospitallar sırasında görürəm. Çünki onun yaradıcısı, onun rəhbəri Xuraman xanım Muradova bu günləri dünya şöhrətli bir mükafata layiq görülür. Dostlar, bilirsiniz mən Azərbaycanlı ki uçanla böyle bir yerə girirəm. Mən xəcalət çəkirəm. Ay millət, bu adam, bu da Yasir İttifaqının üzvüdür, bu danışan bu Dəladuz. Bu da hansısa Dəladuz'a göre həbs olunmuşdu. Adam danışır, dəhşətdir bu. Mesela buna bir erməni baxsa buna, bizim bu vəziyyətimizə, nə bilə, hələ İngilisiz ad demirəm, bir erməni qonşumuzu, yine bize böyle bədi, bax, yazıq insanlar, gülərlə bizi lağı ələ salırlar bizə. Kişi, sən nə danışsan, nə dünya şöhrətdir, nə dünya miqyasdır, nə Oxford Universitetisin, nə danışırsınız, ay kişi, ay adamlar, ay insanlar. Adamlar reklam edirlər, buna deyirlər, yalan reklam, saxta reklam. Bu cinayət hərəkətidir. Bu cinayət hadisədir. Reklam haqqında qanun var, inzibati qayda cəzalandırılmalıdır. Ağır nəticələr törətdiyinə görə də cinayət məhsuluna cəlb olunmalıdır, hamısı bunların. Və Oxford Akademiyasının professor adına layiq görülür. Bu adam özü qanmır, görürsünüz, bana fikir verin. Bu adam göz ziyalıdır, qalstuğu da var. Mən nereden taxıram? Buna da qalstuğu da var, öyle karışdırməkdən, nə rəngdə bu. Adam da qanmır ki, Oxford Universitetinin akademiyası belə bir şey təşkilat yoxdur. O qadın da profesör deyil, ola bilməz. Bu qadının savadı yoxdur ki, təhsili yoxdur ki. Tibi təhsili yoxdur. Bu Azərbaycanda yeganə bu sahəsində alınan bir mükafatdır. İşte siz yeganə bir mükafat. Halbuki 15 tane belə dərəcə var Azərbaycanda. Mən sizə ikisini göstərdim indi. Həmin o səriyyədir, nədir o deyilən o qadın gedir, ağıllı başlı, vasitəsilə edib, bunu ödürlər, ona buna şey paylayır, ad paylayır. Xuraman xanımın bugünkü gününü, gözəl gün, mübarək günü təbrik edirəm. Xuraman xanım təkcə Milan Hospitalın timsalında bütün Azərbaycanımızı dünyada tanıtdı. Azərbaycan Hospitalını, yəni Milan Hospitalının timsalında Azərbaycan həkimlərini, Azərbaycan xəstəxanasını, yəni nəyə qadir olduğunu, Azərbaycan qadının nəyə qadir olduğunu göstərdi dünyada. Dostlar, kül mənim başıma, kül Azərbaycanın başına ki, Azərbaycanı belə adamlar, belə qadınlar təmsil edəcək dünyada. Belələri ilə tanınacaqsan sən. Özünə hörmət edən bir millət sənə hörmət eləməz. Belə adamlara görə. Hətta ona mükafat kağızı verən adamlar var ha. Onlar onu verəndə billə ki, sən Azərbaycan'da bilmirəm necə söz tapım deyim ki, başa düşərsiniz ki, çurban deyirlər, Ruslar, çurban. Bu çurbanlıqdır, bu kütleyinlikdir bu, əvamlıqdır bu ki, sənə uşaq kimi kağız verib pulu alırlar, sənə oynadırlar. Sənə bağışlayın, bir nəfər zəng edib, görüm kimdir. Daha sonra danışarım bizimlə. Bakın dostlar, adam, fikir verin siz, adam ağıllı başlı, ya xəstədir, psixdir, anlamır, başa düşmür ki, nə baş veribdir. Bu nə akademiyadır, nə profesör, nə zat. Adam utanmadan
Gidib diyor, kağız alıb qoyub ora və yığıb ətrafında belə böyük bir kampaniya var, reklam olunur. Sağlam düşünmək və sağlam yaşamaq hər kəsin arzusudur. Arzumuzu reallaşdıran isə belə savadlı həkimlərimizdir. Daim sağlam olun ki, gələcəyə sağlam baxa biləsiniz. Qurban Vidadoğlu, Cəmilə Nəsir qızı, Ayşə Məmmədli, Dünya TV. Təbii ki, bu Dünya TV-də nədir, mən onu da qınamıram, o jurnalistləri qınamıram. Onları çağırırlar, informasiya. Adam özünün deyir ki, mən professoram. Mən, nə bilim, Oxfordun yetirməsiyəm, nəyiyəm. Bu da jurnalistdir də, gedib orada ailəsini dolandırır, informasiya verir. Bu da jurnalistin günahı yoxdur, amma dövlət səviyyəsində. Baxın, mən buradan müraciət edirəm baş prokuror Kamran Əliyevə. Bu məsələ, bu belə qalmayacaq. Bu məsələni araşdırmaq sənin vəzifəndir. Sən gedib bu Milan Hospitalın öldürdüyü insanların siyasını çatmalısan ki, bu dələduzluq nə ilə bağlıdır? Bu yalan reklamda məqsəd nədir? Sən tip təhsilin olmuyor. Necə özünü professor elan edə bilərsən? Sən ümumiyyətlə ayağın İngiltərəyə dəyməyə, sən necə özü Oxfordun professor elan edə bilərsən? Canın çıxacaq, sən bunları yoxlayarsan Kamran Əliyev. O lisensiyası ləğv olmuş qadınlar var ha. Onların məhv elədiyi Azərbaycanda yüzlərlə qadın var, minlərlə qadın var. Sənin vəzifən olan hamısı izahatını alıb, onlara vurulan ziyanı ödətdirməkdir. Dostlar, xalqımız, dövlətimiz çox pis vəziyyətdədir. Küçə qadınlarının, narkomanların, əxlaqsızların əlində can verir bu millət. Bu yalan reklamdır. Diqqətlə xahiş edirəm, baxın, bu şəkli, mən o qadının, ona qadın demək mümkünsə, bu şeytanın dişi variantıdır bu xurama. Bu şeytanın dişi variantıdır. Əsl şeytandır bu, dostlar. Baxın, xahiş edirəm, sizcə bu reklamın məqsədi nədir? Diqqətlə baxın, başa düşəcəksiniz. Orada nə yazıb? Baxın. Belə bir şəklini qoyubdur öz səhifəsində, Facebook səhifəsində. Allahın salamı olsun sizlərə. Əziz izləyicilərim. Dostlar, bu adam Azərbaycanda güya dünya miqyasında da bilir, Milan Hospital adlı bir dələduz klinikanın başçısıdır. Allahın salamı olsun sizlərə, əziz izləyicilərim. Dualarımız ordumuzla və öz şəklini qoyub ora. Sizcə bu nəyin reklamıdır? Ordumuzun yoxsa nəyin sizcə? Lütfen xahiş edirəm, hamı öz fikrini yazsın. Baxın, bayaq dediyim kimi, dələduzlar həmişə çalışarlar ki, cəmiyyətdə tanınmış, hörmətli adamları məclislərə dəvət eləsinlər, onların şəkil çəkdirsinlər. Ekranda gördüyünüz bu qardaşımız, Oruçlu nədə oğlan adı, o Kanal 13-ün sahibi. Biz onu bugün müdafiə edirik, çünki qanunsuz həbs olunubdur. İkinci biri dələduz da budur. Razi Nurullayev. Bunlar gelirlər onun məclislərində, onu təbliğ eləyirlər. Böyük şəxsiyyət kimi, böyük sənətkar kimi. Bu da Xuraman Muradovanın Facebook səhifəsində, buyurun, yaydığı materiallar kimi təbliğ eləyir? Maaş Barxdarov. Hə? İndi siz necə fikirləşirsiniz? Bunlar təsadüf əlaqələrdir belə. Ki, bu reklam eləyir Maaş Barxdarovu. Maaş Barxdarovun xanlar da bunu reklam edirlər, bunu müdafiə edirlər, bunun məclislərine gəlirlər, otururlar, adırırlar, neyinirlər, yardım edirlər. Sizcə bu qadın kimin pulunu burada istifadə edir? Bu qadının pulu hardandır? Mən istəyirəm, baş prokuror bir suala cavab axtarsın. Xuraman Muradovanın pulu hardan olubdur ki? Pulu hardan əldə edib ki? Böyle bir klinik açıyor. Orada kimin pulları orada oynuyor, fırlanır? Xahiş edirəm, bu sualı siz də bir fikirləşin, öz-özünə hamı cavab axtarsın ki, Azərbaycanda bu qadın rayonunda yaşayıbdır əvvəl. Bilməm, Qubadlı tərəfdəndir, hardandır əsli. Özün dediyinə görə, özünün məşhur çıxışı var. Bir kənd qızı olub, kasıb bir ailənin üzvü olub. Və həmin bu reklamın altında Emin Həsən adlı tamaşaçı gör nə yazıb. Hicab ilə bu şəkil düz gəlmir. Din bunu qəbul etmir. Maşallah olmasın. O dodaqları cəmaatın gözünə soxmaq lazım deyil. Sahibinə qismət.
sabunsuz dua edənlər özləri bilərlər. Deməli, Xuraman, deməli, şəklini qoyub ora, dua edir orduya. Onun da altından yaltaq sürüsü yazırlar ki, ay sən belə qadınsan, o sən kimdirsə, o da yazır ki, dodağın bura nə aidiyyatı var? Dostlar, ekranda gördüyünüz bu kadrlar isə sizə yəqin ki, məlumdur. Bu kadrda gördüyünüz adam, bunlar hamısı xüsusi təyinatların əskərləridir. Çox maraqlıdır ki, bu adamların nə işi var? Yenə bax, həmin fərq formanı aparıblar ora. Xüsusi təyinatlara görə, qayğı göstərdiyinə görə mütləq araşdırılmalıdır ki, bu qadının Azərbaycan ordusunun hansı gizli əlaqələri var? Bu nə ilə bağlıdır? Onun yanında duran adam Ülfət Həsənov. Tanıdınız? Tanıdınız bu adamı? Bu peysər yoxun tanıdınız yoxsa yox? Bunun peysərini qoysan qatarın altına qatar aşar. 100% aşar qatarı. Allah boy verib, buxum verib, peysər verib, digər ki ağıl verməyib. Tanıdınız bu adamı? Bu adam Abid Qafirovun üzünə durub, onu həbs etdirən dəstənin üzvlərindən biridir. O yasama məhkəməsindən çıxanda qəhrəman ki, reybi deydi, həmin adamdır. Kişilər, İşverənski Cəhyun, Mait, Hikmət, xanlar, bu gədə bunlar təsadüfi deyil. Mən bu münasibətlərə təsadüfi münasibət kimi baxmıram. Qətiyyən. İndi fikir verin, görün, həmin verilişdə də qadın özünü artıq baxın. Xuraman Muradova, Milan Hospitalın sahibkari professor. Kişilər. Əvvəl deyirdi ki, Oxfordun professoru. Sonra yazdı ki, ben professoram. Mən bir şey bilmək istəyirəm. Azərbaycan dövlətində ümumiyyətlə bu elmi adlardan sui-istifadə etməyə görə məsuliyyət var, yoxsa yox? Məsələn, mən bir huşnaş üçün bilirəm ki, bu cinayət məsuliyyəti yaradır. Bu qadının özünü bir vəzifənin mənimsəməsi əsassız yerə. Bu cinayət məsuliyyəti törədir. Mütləq bunu çağırıb, demə soruşmalısan ki, görüm, sən haram professorusan? Sən necə professorsan? Nə professorsan sən? Səni kimi ibadə verir? Sən haram tutarmısan ümumiyyətlə? Soruşan yoxdur. Maraqlanan yoxdur. Sadə bədvaxt Azərbaycan qadını da baxır, görür, başında hicab, bəzən Quran ökür, ətrafında Nərmənəsən Sadə, deputatlar, nə bilim, Kanal 13 rəhbəri, yazıq insanlar. Azərbaycan qadın gedir ki, məncə müalicə elə, ki, mən əməliyyat elə. Bu neyini görəcəyiz sonra. Amma özü bu professor artıq özünü elan edir. Baxın, özü yazdı. Bax ona, Xuraman Muradova professor. Fander klubun təşkilatçılığı ilə yeni il və dünya Azərbaycanlılarının həm bundan soruşan yoxdur ki, sən haram professorsan, sən professor kimdən alırsan? Rəhbərlik günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Milan Hospitalın sahibkarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə Onur Medalı mükafatçısı, Türkiyə Araşdırmalar Akademiyasının professoru. Oba. Dostlar, mən deməli 2 il bundan qabaq bu qadının 2023-də oluyor, bilmədim, 2024-də oldu. Bu qadını biz ifşa eləyəndən sonra ki, acamadı, ehtiyatlı olun, bu dəladuzdur, nə professor, nə məhkim, nə müalicə. Birdən-birə valı dəyişdilər, bu oldu Türkiyənin professoru. Professor adı elə bir şeydir də, belə, nətən deyim mən sizə, semişqə çıtlamaq kimi bir şeydir. Oxford'u ifşa elədiniz, mən oldum Türkiyənin professoru. Türkiyənin ifşa eləyəsiniz, mən olacağım Qazaxıstan professoru. Fərqi yox, bu mütləq professor olmalıdır bu qadın. Xuraman xanım Muradova da iştirak edirdi. İlk öncə mən təşəkkür eləmək istəyirəm bu möhtəşəm məclisi təşkil etdiyiniz üçün Ruslan bəyə, İradə xanıma, Fander klub rəhbərliyinə, iştirakçılarına. Türkiyə Araşdırmalar Akademiyasının professoru Xuraman xanım Muradova da iştirak edirdi. İlk öncə mən təşəkkür eləmək istəyirəm bu möhtəşəm məclisi təşkil etdiyiniz üçün. Əziz vətəndaşlar, bu bir yenə də millətin faciəsidir. Bu dövlət, millət belə ola bilməz qətiyyən. Baxın, bu rəsmi bir, belə deyək də, rəsmi deyəndə, yəni burada rəsmi adamların iştirakı ilə keçirilən bir tədbirdir. Məndə olan məlumata görə Türkiyənin
Azərbaycandakı hörmətli səfiri də burada olub. Və səfir bu qadına o mükafatı təqdim edib. Mən bilmirəm o səfirə bu qadın haqqında o tədbirə getməmişdən qabaq, dəvət almamışdan qabaq məlumat veriblər yoxsa yox. Bu biabırçılıqdır bu. Türkiyə kimi bir təcrübəli dövlətin səfirə əgər medal verdiyi adamı öyrənmədən bunu eləyirsə, yazıqlar olsun bu dövlətə də, bu millətə, Türkiyədə. Baxın, həmin tədbirdə iştirak edir, orada özünü belə adlandırır. Milan Hospitalın sahibkarı. Mən istəyirəm, baş prokuror yoxlasın görün. Bu qadın bu günə qədər nə qədər vergi verib ki, sahibkar olub. Milyonlarla pul gəlicidir orada. Bu qadın pulları əvvəla hardan alır? Bu mənbəyi hardandır bunu? Kimlərin pulunu fırladı bu qadın orada? Baxın, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə Onur Medalı mükafatçısı, Türkiyə Araşdırmalar Akademiyasının professoru. Biz ifşa elədik ki, bu Oxfordun professoru zaten yalanlar, dələduzdur. Getdi bunun yapışdırır yaxasını, daram Türkiyənin professoru. Bu başqa İslam bəyə, İradə xanıma, Kondek Klub rəhbərliyinə, iştirakçılarına sənə məktub yazacağım. Yazacağım şirin dillə. Könlünü ovunduran yazacağım 3-5 cümlə. Sənə məktub yazacağım. Bu həyatda bu yemək içmək var. Bütün bunların hamısının pulu bu qadından gedir. Çağır ona pul verir, buna pul verir, pul paylayırlar. Qadın reklam edirlər. Nə üçün? Bu bir dələduz qadındır. Bu adam dələduzdur sözlətir mənasında. Bu şeir yazmalı deyil. Bu ifadə yazmalıdır. Ödə mütləq yazacaq o ifadəni. Gehtiyacı var. Bəhs edən yağışın yağmasından, küləyin əsməsindən, günəşin doğmasından və daha nədən, amma yazmayacağım mən sənə olan sevgimdən. İşte dostlar. Yazacaq Oxford professorluğundan, Türkiyə Allah bizim Müzəffər professorluğundan. Ali Baş Komandanımızı qorusun. Allah bizim ordumuzu qorusun. Allah bizim Türk dünyamızı, Müsəlman aləmini qorusun. İnşallah 2024'də Turan elləri bir araya gəlsin. Turan ellərin şərəfinə bir alqış istəyirəm sizdən. İşte dostlar. Dələduzu gətiriblər Azərbaycanda şair, yazıçı, mecenat, artıq bu səviyyə qaldırırlar Azərbaycanda. Bəlkə də bu bir eksperimentdir ki, Azərbaycan xalqını dolamaq səviyyəsi nə qədərdir? Deyək ki, bu milləti necə ələ salmaq olar? Hara qədər ələ salmaq olar? Bəlkə də bir eksperiment daha bu. Sizi yoxlayırlar. Bizi yoxlayırlar. Azərbaycan qadınlarının bədbəxtliyi üzərində özünə harın həyat qurub, iri buynuzlu havadarların hesabına kef çəkən Xuraman Muradovanı tanıyın, tanıdın və ehtiyatlı olun. Niyə? Dostlar, vay bizim efir vaxtımız gitti. Sabaha saxlayayım. Əsas məsələ bundan sonra başlayacaqdır. Üzrlə səbələyin. Sabah saat 21:00-da görüşməm bilirlər.